Elon Musk sadəcə adı belə gələcəyi anlatmağa kifayətdir. Bu gün o SpaceX, Tesla, Neuralink, X kimi nəhəng şirkətlərin sahibidir. Ancaq bir vaxtlar o sadəcə kitabları sevən, proqramlaşdırma öyrənən balaca bir uşaq idi. Elon 12 yaşında Blaster adlı bir oyun hazırlayıb onu $500 satır. Çoxu 12 yaşında oyun oynayırdı. Elon isə oyun satırdı. O əvvəlcə Queen University, sonra Pensilvaniya Universitetində oxuyur. Fizika və iqtisadiyyatı seçməsi təsadüf deyildi. O deyir ki, əgər kainatı dəyişmək istəyirsənsə, enerjini və pulu necə idarə edəcəyini bilməlisən. Birinci böyük şirkəti Zip2 qardaşı ilə 1996-cı ildə Zip2 adlı şirkət qurur. Bu bir növ Google Maps-in ilkin versiyası idi. 1996-cı ildə $300 milyon satılır. Elona düşən pay isə $22 milyon olur. Bir çox insan o zaman dayanardı. Amma Elon üçün bu hələ başlanğıc idi. İkinci böyük şirkət PayPal onlayn ödəniş sistemi olan X.com qurur. Sonra ad PayPal olaraq dəyişdirilir. 2002-də eBay onu $1.5 milyard alır. Elonun payı isə $180 milyon olur. İndi o rahat həyat seçə bilərdi. Amma o Mars'ı seçdi. Bütün pulları riskə atdı. SpaceX, Tesla və SolarCity-yə yatırdı. Hər kəs dedi ki, sən dəlisən. O isə dedi, yox, gələcəyi görürəm. SpaceX-ə $100 milyon, Tesla'ya $70 milyon, SolarCity isə $10 milyon yatırdı. 2008-də həm Tesla, həm də SpaceX batmağın astanasında idi. Elonun cibində cəmi son $30 milyon qalmışdı. Ya hər şeyi itirəcəkdi, ya da tarix yazacaqdı. O isə tarix yazdı. Tesla dünyanın ən dəyərli avtomobil şirkəti oldu. İlk elektrik maşınını kütlə üçün həyəcanlı edən adam Elon oldu. Bu gün Tesla trilyon dollarlıq şirkətdir. SpaceX raketləri geri endirən ilk şirkət oldu. NASA belə bunu edə bilmirdi. Bu gün SpaceX Mars planı üzərində işləyir. Neuralink, Starlink, X və s. O sadəcə pul qazanmır, gələcəyi formalaşdırır. Elon Musk'ın maliyyə fəlsəfəsi belədir. 1. Böyük risk, böyük qazanca bərabərdir. 2. Əsas pul deyil, məqsəddir. 3. Uğursuzluq oyunun bir hissəsidir. 4. İmkansızı hədəf al. 5. 80 saat işləməyə hazır ol. Bu gün onun sərvəti $250 milyard keçib. Amma onun ən böyük sərvəti bank hesabı deyil, düşüncə tərzi və vizyonudur. Bugünlük video bu qədər dostlar. Videonu bəyəndisə kanala abunə olmağı və videonu bəyənib paylaşmağı unutmayın.